Baxın, bu Elçin müəllim deyilən şəxs kimdir ki, özünü icra hakimiyyətinin nümayəndəsi kimi göstərir və bütün orada olan söküntüyə, mənim evimin sökülməsinə, orada əvvəllər hasarımı dağıtdı, sonra paneli atdı yerə, ondan sonra da evi bütöv sökdü. Bax, bu adam elədir. Mən bu adam haqqında məhkəmə predimenti oldu. Bunun icra nümayəndəsi olmadığını məhkəmədə, bizim məhkəmə prosesimiz var idi. Məhkəmədə icra hakimiyyətini təmsil edən hüquqşünas Orxan müəllimdir səhv eləmirəmsə. Dedi ki, bizim Elçin Quliyev adlı icra hakimiyyətində işləyən bir şəxs yoxdur. Hakim də mənə dedi ki, bəs bu kimdir? Verin araşdırmaya. Mən araşdırmaya verdim, polisə dedim, ondan sonra prokurorluğa dedim. Bu adamı hələ gətirib ortaya çıxardan yoxdur. Hələ bu adamın telefon nömrəsi də məndə var. Və görüntülər də var bura söküntüyə nəzarət eləməyə. Və polislər bunun əmri ilə oturub durur. Çağırır polisi deyir sök, bunlar deyir oldu Elçin müəllim. Yəni sökünüz yoxmu? Yəni haqqına girməyin, polis sökən deyil. Sadəcə yəni ictimai asayişi qoruyurlar da. Bu adam mənə çox maraqlıdır. Bax bu Elçin Quliyev Niva markalı maşın sürür. Sonuncu dəfə Niva markalı maşında görmüşəm. Bu araşdırılsın.